Niyə də ki yox deyərək başladım. Həmin vaxtda heç ChatGPT və digər belə deyim məşhur süni intellektlər yox idi. Uşaqlarda gördüyüm ən böyük çətinliklərdən biri praktikanın azlığı idi. Bu həm danışıq, həm də yazı prosesində hiss olunurdu. Bunların avtomatlaşdırılması və bunun daha rahat süni intellekt və kompüter vasitəsilə olunmasını təmin etmək qərarına gəldik. ...2005-ci il təvəllüdəm. Zəkalar liseyinin məzun olmuşam. Uşaq yaşlarımdan kompüter oyunları oynamağı çox sevirdim. 12, təxmini 13 yaşlarımda atam bunu görərək artıq oyun oynamaq əvəzinə nəsə daha faydalı bir şey eləməyimi istəyirdi. Ona görə Step IT kursu var idi. Həmin illərdə nisbətən daha təzə idi. Oraya getməyimi tövsiyə elədi. Mən də onsuz da digər heç bir marağım həmin vaxtı yox idi. Sadəcə kompüterlə maraqlanırdım və paralel olaraq idmanla ancaq maraqlanırdım deyə niyə də ki yox deyərək başladım və artıq həmin vaxtdan bəri müəllimlərim, mentorlarım çox yaxşı dəstək oldular, potensialı görərək onlar da mənə kömək eləməyə çalışırdılar maksimum. Ona görə elə həmin yaşlardan demək olar ki, sahəyə başladım və belə də irəlilədim. Məktəb yaşlarında Respublika Fənn Olimpiadalarında iştirak etmişəm. Gümüş medalçı olmuşam 11-ci sinifdə. Bundan əlavə olaraq universitet yaşlarında da ICPC, yəni International Collegiate Programming Contest, eyni qayda alqoritm yarışında Northern Eurasia Final, yəni bizim ərazinin belə deyək finallarında iştirak etmişəm bir neçə dəfə. 10-cu sinifdə oxuduğum müddətcə Azərbaycan komandası olaraq Microsoft'un AI hackathonunda ikinci yerə çıxmışdıq. Daxili yerli bazarda Emanat və İddia və digər şirkətlərdə işləmişəm. Bununla paralel olaraq proqramlaşdırma sahəsində xarici şirkətlərdən birində işləyirəm. Hal-hazırda ADA Universitetində kompüter elmləri sahəsində təhsil alıram. Belə deyək, 11-ci sinifdə və 1-ci kursda mən paralel olaraq proqramlaşdırma ilə əlavə olaraq IELTS müəllimi olaraq da fəaliyyət göstərirdim. Və uşaqlarda gördüyüm ən böyük çətinliklərdən biri praktikanın azlığı idi. Bu həm danışıq, həm də yazı prosesində hiss olunurdu. Həm uşaqlarda, həm də böyük tələbələrdə. Ona görə bunun avtomatlaşdırılması, həm müəllim vaxtının azaldılması, çünki bir tələbə ilə təxmini 20-25 dəqiqə vaxt ayrılırdı və 10 tələbə ilə bunların hamısını etmək demək olar ki, müəllimin bir gününü alırdı. Bunların avtomatlaşdırılması və bunun daha rahat, belə deyək, süni intellekt və kompüter vasitəsilə olunmasını təmin etmək qərarına gəldik. Həmin vaxt mən və bir digər dostlarımdan biri onunla bir yerdə bu proqramı yaratmaq qərarına gəldik. Mən 10-cu sinifdə oxuduğum müddətcə 2021-ə düşürdü. Həmin vaxtda heç ChatGPT və digər belə deyim məşhur süni intellektlər yox idi. Həmin vaxtda AI hackathonunda Azərbaycan komandası olaraq ikinci yerə çıxmışdıq və artıq oradan mənim süni intellektə olan marağım yaranmışdı. Süni intellektin nələrə qadir olduğunu həmin vaxtdan görməyə başlamışdım. Ona görə digər belə deyək qlobal modellər çıxanda ChatGPT və digərləri bunlardan istifadə edərək insanların işini rahatlaşdırmaq olduğunu düşünürdük. Həmin müddətcə ChatGPT və digər platformalar yalnız istifadəçilər öz saytları üzərindən açıq olurdu və onlardan istifadə etmək olurdu. Biz onlardan istifadə edərək bir tanışımızı IELTS imtahanına hazırlaşdırdıq və hal-hazırda o Amerikada PhD təhsilini alır, 450.000 scholarship də qazanmışdı hətta. Ondan sonra artıq bunun real bir case üzərində yoxlandığını gördükdən sonra proqramı daha rahat və daha əlçatan eləmək qərarını aldıq. Bu insanların hazırlaşmasını təmin etmək üçün bir platformada öyrənməsini yox, hal-hazırda IELTS-a fokuslanmışıq. Yəni IELTS öyrənən tələbə ingilis dilini öyrənməkdən daha çox imtahanı vermək üzərində çalışır. IELTS-ın xüsusi strukturları, xüsusi istifadə olunacaq sözləri və digər hissələri var, hansıları ki spesifik olaraq öyrənmək lazımdır. Bir çox native speaker-ı hətta aparsaq IELTS imtahanına, onlar bəzən 9 və 8-5 maksimum nəticələr göstərə bilmirlər. Bu da ondan irəli gəlir ki, spesifik olaraq strukturu əzbərləmək lazımdır. Bu proqramda insanlara həmin strukturu öyrənməkdə daha rahat və daha adaptiv həll yolu göstərir. Azərbaycan dili çox çətin dil olduğunu biz düşünürük əslində. Marağın elə də böyük olmadığını görərək Azərbaycan dilini hələ ki əlavə eləmək haqqında heç bir planımız olmayıb.
Nə də olmasa bu bir biznesdir. İstifadəçilərin, gələcəkdəki istifadəçilərin ən çox marağı hara olacaqsa, həmin onları əlavə eləmək haqqında fikirləşirik. Dünyada hal-hazırda ən çox öyrənilən dil və ən çox gəlir gətirə biləcək dil Çin dilidir. Yaxın gələcəkdə Alman dilindən paralel olaraq Çin dili də əlavə eləmək üzərində düşünürük. 15 fərqli ölkədən istifadəçilərimiz var hardasa. Mən son baxanda 15 idi. Universitetdən də maraq göstərən tələbələr var idi. Hətta keçən il məzun olanlar imtahanı bunun vasitəsilə hazırlaşaraq yuxarı nəticələr göstərməyə başladılar. Bundan sonra artıq yaş kateqoriyasını biraz dəyişərək daha gənc kateqoriyaya da fokuslandıq. Uşaqların IELTS, SAT və belə sırf imtahana hazırlıq təmin eləmək üçün bir hissəsidir və onlarla da bir yerdə işləyərək uşaqların IELTS imtahanının rahat olmasını təmin edirik. Prorektor tərəfindən də mənə mail gəlmişdi. Söhbət elədik. Ümumi olaraq təhsil haqqında necə inkişaf elətdirmək olar, universitetdə digər uşaqların da inkişaf eləməsi üçün təhsili necə dəyişmək olar, bu haqda ümumi olaraq və proyektin ümumi olaraq ADA-ya və digər universitetlərə də necə inteqrasiya ola biləcəyi haqqında. Yanvarın 30-u idi, 5-ci gün. Həmin gün biz artıq bir nailiyyətimiz də olmuşdu ki, səhər official kontrakt imzalamışdıq. Ona görə artıq həmin gün mənim üçün yaxşı gün olaraq davam edirdi. Universitetdə idim və atam zəng vuraraq mənə məlumat verdi. Ona da Kobiyadan məlumat verilmişdi bu haqda. Xoşbəxt idim, təbii ki də. Bu mükafatı mənə layiq gördüyünə görə cənab prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Təbii ki, bu sahə hamı üçün deyil. Fərqli yerlərə marağı ola bilər və fərqli şeylərdən zövq ala bilərlər. Ona görə əgər maraqları varsa və uğurlu ola biləcəklərini düşünürlərsə, heç nədən qorxmayaraq sadəcə məsləhət görürəm ki, çox cavan yaşlarından başlasınlar. Çünki bu onları artıq yaşıdlarından 3-0 və ya çox daha qabağa atır və başlamaq heç vaxt gec deyil. Çünki mənim çox tanıdığım çox yaxşı mühəndislər, AI mühəndislər və IT mühəndislər var ki, hansı ki öz yoluna 25-26 yaşından sonra başlayıblar. Mənim ilk müəllimim hətta, o da 24 və ya 25 yaşından proqramlaşdırma sahəsinə başlamışdı. Amma buna baxmayaraq çox böyük nailiyyətlər əldə edib. Qorxmasınlar təbii ki də, çünki çətin və əldə edilməyəcək heç nə yoxdur. Öz vaxtlarından düzgün istifadə edərək, hər gün praktika edərək davam eləsinlər və mən də onların uğurlu olacağına inanıram. Belə işlər.